Biz Vəhiy kitabının bugün 4-cü fəslindən oxuyuruq. 1-ci ayədən oxuyuram. Yazılıb ki, bundan sonra gördüm ki, yəni Yahya nəyi gördüm? Gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim şeypura bənzər səs dedi. Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm. Deməli dostlar, biz 2-ci və 3-cü fəsildə bu 7 cəmiyyətin vəziyyəti necədir bunu oxuduq. Yəni ki, başqa sözlə İsa Məsih Yahyaya açır ki, bax indiki vəziyyət necədir? Cəmiyyətlərin vəziyyəti necədir? Onlara da mənim xəbərimi deyir, onlara çatdır. Yəni onların əməllərindən deyir, xəbərdaram. Və sonuncu cəmiyyət Laodikiya cəmiyyəti idi və Laodikiya cəmiyyətinə İsa Məsih yadınızdadır nə deyir? Bax, qapının önündə durub onu döyürəm. Kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və mən onunla, o da mənimlə birgə şam edəcək. Qulağı olan qoy eşitsin, ruh cəmiyyətlərə nə deyir? Dostlar, bunu İsa Məsih cəmiyyətə deyir. Laodikiya, sonuncu yəni cəmiyyətə deyir ki, budur, qapı ağzındayım. Başqa sözlə, gəlişim o qədər yaxındır ki, mən qapı ağzındayım. Amma o biri tərəfdən də mən cəmiyyətdə deyiləm. Məni elə bil cəmiyyətdən qovublar, kənarlaşdırıblar. Mən kənardayam. Sizin qapınız mənim üçün bağlıdır. Amma yenə də deyir ki, mən onu döyürəm. Bəlkə eşidərsən, ay cəmiyyət. Ay filan kəs, bəlkə eşidərsən, qapını aç. Qapını aç. Mən onu mülayim döyürəm. Astaca döyürəm. Səsimi eşit. Mən səni günahdan və əbədi ölümdən qurtarmaq istəyirəm. İndi isə baxın 4-cü fəsildə də Yahya deyir ki, mən deyir, bundan sonra gördüm ki, göydə də bir qapı var. Göydə də bir qapı var. Göyün qapısı bağlı idi, açıq idi. Dostlar, açıq idi, bağlı idi? Açıqdır. Yazılıb ki, mən deyir, gördüm ki, deməli, göyə açılmış bir qapı var. Deməli, bu sonuncu cəmiyyətin, bu son dövrdə, sonuncu cəmiyyətin Rəbbi üçün qapı bağlıdır. Amma Rəbbin isə qapısı açıqdır. Rəbbin qapısı bütün insanlar üçün, bütün kəslər üçün, cəmiyyətlər üçün, kim olursan, yad insansan, uzaq bir insansan, Rəbb Allahdan uzaq durmusan, amma yenə yazılıb ki, mən gözlərimi qaldıran kimi göyə baxıb, gördüm ki, Rəbbin qapıları açıqdır. Əzizlərim, bugün də Rəbbin qapısı açıqdır. Bağlanmır. Bağlanmır. Açıqdır. Bilirsiniz niyə? Çünki Rəbb hər birimizi sevir. Rəbb hər birimizi sevir. Axıra qədər, sona qədər dözüb, səbirlə hər birimizi çağırır. Deyir, bax gör, mənim qapım açıqdır, deyir. Gəl, içəri gir. Və bundan sonra, yəni gələcəkdə nə baş verəcək? Deyir ki, bundan sonra baş verməli hadisələri sənə deyir, göstərəcəyəm. O saat, dostlar, deyir, mən Həvari Yahya deyir ki, ruhun təsirinə düşdüm və budur artıq elə bil ki, yerdə yox, göylərdəyəm. Maraqlısı bilirsiniz nədir dostlar? Baxın, indi biz 4-cü fəsli oxuruq. 4 ilə 5, 4-cü fəsil, 5-ci fəsil göylərdən orada söhbət açılır. Sonra 6-cı fəsildə deyilir ki, yerdə nə baş verir. 7-ci fəsil yenə göydən söhbət gedir. 8-ci yenə də yerdən söhbət gedir. Maraqlıdır. Göy, yer,
göy yer. Bax, biz bu belə də ki, Vəhiy kitabında bu xronologiyanı görəcəyik. Yəni ki, Yahya əvvəl göyləri göstərir. Göydə nə baş verir, sonra yerdə nə baş verir. Göydə nə baş verir, sonra yenə də yerdə, yer üzündə, yəni nə baş verir. Yəni bu son hadisələrdən söhbət gedir. Deməli, cəmiyyətin sonu nədir? Cəmiyyətin sonu odur ki, yəni bu yer üzündə Rəbb İsa Məsih onun ardıncan gəlib onu buradan götürəcək. Cəmiyyət yer üzündə İsa Məsihin padşahlığıdır. Və burada bu padşahlıq genişlənir və günlərin birində bu padşahlıq, yəni ki, cəmiyyət götürüləcək. Necə götürüləcək, bu haqda sonra danışacaq. Və Yahya görür ki, qapılar açıqdır. Qapılar açıq olandan sonra bu birdən göydə oldu. Ruhun təsirinə düşərək gördü ki, göylərdə nə baş verir. Gəlin baxaq. Deməli, gördü ki, 3-cü ayədən deyilir ki, deməli, gördü ki, bir nəfər taxta oturub. Oturanın görünüşü yaşən və qırmızı əqiq deməli daşına bənzərdi. Onu da deyə bilmirdi. Sadəcə bu rənglərə baxaraq deyirdi ki, ay Allah, mən hara düşmüşəm. Necə də gözəldir. Yəni dilə gəlməz bir sözlə bu yəni ki çatdıra bilmirdi. Yalnız görərək deyirdi ki, bura doğrudan da necə də gözəldir. Bura haradır? Və gördü ki qabaqda, yəni bunun qarşısında bir taxt var. Taxtda da bir oturan var. Oturanın da baxın yazılıb ki, taxtın hər tərəfində daha da 24 taxt da var. Yəni bir taxt deyil, 24 sağ sol tərəfdən də 24 taxt var. Və oranın üstündə ağ paltar geyinmiş, başına qızıl tac olan 24 ağsaqqal oturmuşdur. Sonra da taxtdan şimşək uğultu və göy gürültüsü çıxırdı. Taxtın önündə 7 məşəl yanırdı. Bunlar Allahın 7 ruhudur. Sonra da deyilir ki, taxtın önündə sanki büllürə bənzəyən şüşə dəniz var idi. Və taxtın ətrafında hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş 4 canlı məxluq var idi. Burada da sonra deyilir, birinci kimə bənzəyirdi, ikinci kimə bənzəyirdi, 4 məxluq var idi. Burada sual yaranır. Sizcə bu 24 ağ paltara geyinmiş ağsaqqallar kimdir? 4 məxluq kimdir? Kim deyə bilər? Yəni bunu Yahya gördü, göylərdə gördü. Gördü ki, ağsaqqallar var. Mələklər. Kim? Mələklər. Mələklər ağsaqqaldır, hə? Yox, onlar yox. 4 nəfər mələkdir. 4 nəfər mələkdir. Bəs 24 nəfər? Nə 40 xılda? Kim? Məsihin kilsəsi. Göydə 24 nə? 4 nəfər mələk var. Yazılıb ki, yenə də oxuram. Taxtın hər tərəfində daha 24 taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan 24 ağsaqqal, yəni gənc şəxs deyildi. 24 ağsaqqal oturmuşdu. 24 dənə peyğəmbərlər. 24 peyğəmbərdir. Sonra taxtdan şimşək uğultu və göy gürültüsü çıxırdı və onların ətrafında, qabağında da 4 məxluq var idi. Bilirsiniz, maraqlısı odur ki, ümumiyyətlə
vəhy kitabı rəmzi şəklində bizə açılır. Yəni dili rəmzi dilidir də, belə deyək, məcazi mənada məcaz mənada çox şey açılır. Bunu başa düşmək üçün gəlin 5-ci fəslə baxaq. Əzizlərim, gəlin 5-ci fəslə baxaq. Kim oxuyar 5-ci fəsil 6-cı ayədən 6-dan 14-ə qədər? Oxu, amma ucadan. Buyur Əli. Gördüm ki, taxtlar 4 canlı məxluqun ortasında və ağsaqqalların arasında bir quzu dayanır. O sanki kəsilmiş vəziyyətdə idi. Onun 7 buynuzu və 7 gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın 7 ruhudur. Quzu yaxınlaşıb taxta oturanın sağ əlindən tumarı götürdü. O, tumarı götürdüyü zaman 4 canlı məxluq və 24 ağsaqqal quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. Onlar yeni bir nəğmə oxuyaraq deyirdi: Sən tumarı götürüb onun möhürlərini qırmağa layiqsən. Çünki sən kəsildin və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün öz qanın bahasına satın aldın. Onları Allahımızla bircə padişahlığa və kahinliyə şərik etdin. Onlar da yer üzünə padişahlıq edəcək. Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız hesabsız mələk gördüm və onların səsini eşitdim. Onlar uca səslə deyirdi: Kəsilmiş quzu qüdrəti, sərvəti, hikməti, qüvvəti, şərəfi, izzəti və alqışı almağa layiqdir. Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim. Taxta oturana və quzuya əbədi olaraq alqış, şərəf, izzət və qüdrət olsun. 4 canlı məxluq da amin deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdi. Bura qədər. Çox sağ olun. Əli, bax gör nə yazılıb. Maraqlısı nədir? Qardaşlar, siz də qulaq asın. Qulaq asın. Deməli, onlar quzunu görəndə, quzu yəni İsa Məsih. İsa Məsihdir, bəli. Onu görəndə gördülər ki, quzu taxta oturanın yanına gələrək, yaxınlaşaraq onun əlindən tumarı götürdü. Tumar yəni kitabdır da, qədim dövrdə tumar idi. Onu götürəndə bu 4 məxluq və 24 ağsaqqal neynədi? Yazılıb ki, onlar tumarları götürdüyü zaman 4 canlı məxluq və 24 ağsaqqal quzunun önündə yerə qapandı. Yəni səcdə qıldılar, başqa sözlə. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. Və bax onlar deməli, həmən o 24 ağsaqqal və 4 məxluq yeni bir nəğmə oxuyaraq deyirdi. Nə deyirdilər Afət bacı? Bax onlar nə deyirdi? Həmən o 4 məxluq və 24 ağsaqqal yeni bir nəğmə oxuyurdular da, yazılıb ki. O nəğmənin sözləri. Var olmuş, var olan küldür. Gəlin oxuyaq. Sən tumarı götürüb onun möhürlərini qırmağa layiqsən. Çünki sən kəsildin və hər tayfadan, dildən, xalqdan və millətdən onları bəzi əlyazmalarda yəni olan, yəni bizi rus dilində də elə yazılıb. Bizi, yəni bax onları bax bu oxuyanları başqa sözlə bax bu 24 saqqal oxuyur, 4 məxluq oxuyur. Onlar nə deyir? Onları yəni Allah üçün öz qanın bahasına satın aldın. Dostlar, İsa Məsih Allah üçün kimi öz qanın bahasına satın alıb? Bizi, cəmiyyəti. Bu görüntü 24 dənə cəmiyyətdir yuxarıdan da. heç kimsə olmuyor.
Bu görüntü idi yoxsa Bəli, burada elə yazılıb. yox, görüntü Görüntü. Cəmiyyət olur. real görür onu. Bəli. Göllərə qalxır. Bəli, bu görür. real görüntü olub. Yəni bu hadisə Ruhun təsirini biz oxuyuruq 4-cü fəsildə yazılıb ki, ruhun təsirinə düşdü. hadisələr gedir. Bir də o yuxu görür. elə. Yox, yox, Hə. yox. Nə yuxu görürdü heç. Yəni ki, ruhun təsirinə düşüb bir səs eşitdi, deyir ki, bir göylərə bax, göylərə baxdı, gördü ki, qapılar açıq. Deməli çıxdı göylərə, belə çıxdı. Göylərə də Göz açıldı, qalxdı. göz açıldı. Göylərə Rəbb onu qaldırdı. Gözü açıldı yoxsa Ruhən ruhən getdi? onun ruhu göylərə qalxdı. Başqa sözlə. İndi qulaq asın dostlar. Deməli həmin o 24 ağsaqqal və 24 ağsaqqal və 4 məxluq cəmiyyət imişdi. Cəmiyyət. Yəni bizi. 24 dənə cəmiyyət. hə? Bəli, bu 24 ağsaqqal, yəni və 4 məxluq. Amma niyə bu şəkildə niyə açılır? Gəlin bu haqqda danışaq. Deməli sən deyir onları Allah üçün öz qanın bahasına satın aldın. Onları Allahımızla birgə padşahlığa və kahinliyə şərik etdin. Onlar da yer üzündə padşahlıq edəcək. Bax onlar. Başqa söz cəmiyyət. Cəmiyyət yer üzündə İsa Məsihlə birlikdə padşahlıq edəcək. Dostlar, 24 ağsaqqal 24 nəfər. Onlar orada göylərdə özlərini bir kahin kimi təqdim edirdi. Yəni Davud padşahın da dövründə də məbəddə yəni kahinlər, xidmət edən kahinlər 24 nəfər idi. Yəni gecə gündüz hər saat günümüz də 24 saatdan ibarətdir də. Hər saat yəni bütün kahinlər belə deyək. Biz indi burada xidmət edirik. Siz təsəvvür edin, başqa bir yerdə, bu bizim planetimizdə yenə də kimsə xidmət edir. Sonra onların xidməti qutarıb başqalarının da elə bir xidməti olacaq da. Beləcə də bütün belə deyək ki, günü İsa Məsihin kahinləri bizi də Petrin məktubunda deyilir ki, biz onun kahinləriyik. Biz ona xidmət edirik. Bax, bütün bu xidmət yəni yer üzündə aparılır və necə ki aparılır da orada da dostlar, Rəbb onları bu cür yəni qəbul edir. Və orada da bax bu şəkildə görünür cəmiyyət. Yəni bu rəmzi şəklində. Və başlarında nə var idi? Kimə tac veriləcək? Bu mükafatdır, bizə tac verilir. İsa Məsih qızıl tacları cəmiyyətə mükafat verir. İndi 4 məxluq da, onlar da yerə qapanıb Rəbbə dua edir ki, sən bizi deyir, bütün tayfalardan, xalqlardan, millətdən bizi yığıb satın aldın. Bizi xilas etdin. Və 4-cü fəsildə deyilir ki, bax bu məxluqlar yazılıb ki, birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi. Deməli, biri kimə oxşuyur? Uçan qartalar. Biri aslana oxşuyur, eləmi? Sonra o birisi danaya oxşuyur, eləmi? Üçüncüsü insana və nəhayət qartala oxşayan da var. Bu 4 məxluq. Bilirsiniz, maraqlısı odur ki, Yezekiel Peyğəmbərin kitabında da belə bir məxluqları görürük. Buna bənzər. Dostlar, kəlamda bilirsiniz nə deyilir? Salih aslana bənzər. Süleyman Peyğəmbərin məsələlərində deyilir. Aslan kimidir, qorxmur. Doğrudan da aslan kimidir. Anladınız? Yəni bax burada salihlərin vəziyyəti açılır. Yəni onlar qələbə çaldılar, onlar qalib oldular. Onlardan biri aslana bənzər. Sonra o birisi yenə də bir oxudum. Qartal. Danaya oxşuyur. Dana da ki, ən bahalı bir qurban idi. Sən özünü təqdis et. Anladın? Sən özünü həsr et. Məbədə, yəni qurban gətirəndə, qurban kəsib yandırırdılar da. Ən bahalı, Rəbb Allah üçün ən bahalı qurban dana idi. Dana idi.
dananı gətirib kəsirdilər. Sonra da onu qurban gətirirdilər də. Bax bu cür. Sonra da dostlar, üçüncü insana bənzər ümumiyyətlə, yəni başqa sözlə İsa Məsih insan oldu. Biz də ona oxşamalıyıq. Yahyanın birinci məktubunda 3-cü fəsildə deyilir ki, əzizlərim, övladlarım, bizə hələ açılmayıb necə olacaq, nə olacaq, amma onu bilirik ki, o zahir edəndə, yəni zühr edəndə biz ona bənzər olacaq. Necə ki, o bizə bənzər oldu, biz ona oxşar olacaq. İsa Məsih bizə oxşayır. Oxşadı, oxşamadı, insan oldu da, ya yox. Bizə oxşadı. Amma indi mən sizə sual verim. Siz İsa'ya oxşayırsınız? Əgər kişi olsaydım bəlkə, amma kişi deyil. Yaxşı, yaxşı. Gəlin belə deyək. Lap belə kişi xeylağı olsun da, çox görmərəm. Kişi olsun. Bax, burada olan günah işlətməyən, İsa kimi yaşayan, İsa kimi bütün insanları, düşmənləri sevən aramızda varmı? Yox. Amma İsa bizə oxşayır. Biz necə? O gələndə biz də onu. Maraqlısı odur ki, İsa, dostlar, göyləri tərk edərək özünü alçatdı və insan surətində bura gəldi, bizə oxşadı. Bilirsiniz nə üçün? Oxşadı ki, biz ona oxşayaq. Yəni, budur, mənim ardınca gəlin, məni qəbul edin, onda da siz mənə oxşayacaqsınız. Əgər mən İsa'ya oxşamasam, ata məni qəbul etməyəcək. Və dostlar, orada da, göylərdə Yahya bu cəmiyyəti görür. Bəzi salihlər aslan kimidir. Bəzi salihlər, bax bu ən bahalı qurban kimidir. Bəzi salihlər isə İsa Məsihə oxşadılar. Yox, biz hamımız oxşamalıyıq. Bax, orada da belə açılır. Bəzi də qartal kimidir. Qartal haqqında da Yeşaya Peyğəmbərin kitabında çox maraqlı yazılıb. Qartal nə edir? Hara uçur? Həmişə göylərə. Elə deyilmi? Yerdə qalmır. Yer onun üçün deyil, göy. Onun üçün göydür. Bax, ora ucalır. Salihlər də ki, salihlərin ürəyi göylə bağlıdır, səmalarla bağlıdır. Yəni, ürəkləri ora cəlb edir. Anladınız, dostlar? Biz qartala bənzəyirik. Yəni, salihlər qartal kimi olmalıdırlar. Aslan kimi olmalıdırlar. Nəhayət İsa Məsih kimi olmalıdırlar. Və onlar İsanı görəndə sevindilər göylərdə. Dostlar, biz göylərə gələndə, siz təsəvvür edin, İsanı görməsək, ən bədbəxt insanıq. Çünki biz ona iman etdik. Amma cəmiyyət orada onu görəcək. Cəmiyyət onu orada görəcək. Və baxın, taxtda olan əlində, yəni ki, bu ata Allahdır, əlində bir kitab var idi, tumar var idi, möhürlə bağlı idi və göylərdə bir səda oldu, səda gəldi ki, bu tumarı kim əlindən, yəni oturanın əlindən götürüb o tumarları, o möhürləri qırıb, tumarı açıb oxuyarlar. Kim? Nə göydə, nə yerdə, nə yer altında bir şəxs tapılmadı ki, onun əlindən, yəni ki, heç kəsin səlahiyyəti yox idi ki, ataya yaxınlaşıb onun əlindən bu tumarı götürsün. Daha deməklə ki, o tumarda, o kitabda bizim talihimiz, yəni ki, bizim həyatımız yazılıbdır. Və yazılıb ki, Yahya çox ağladı. Bax, 5-ci fəsilə keçirik indi. 5-ci fəsildə deyir ki, Yahya çox ağladı, deyir. Və kimsə, ağsaqqallardan biri Yahyaya dedi.
ağlama. Budur, Yahuda qəbiləsindən olan aslan Davudun kökü qalib gəlib. Bu ona görə də, ya buna görə də o tumarı və onun 7 möhrünü aça bilir. Və birdən gördüm ki, baxın, burada deyilir ki, narahat olma, ağlama deyir. Bax deyir, bax, o aslana bir bax. Deyir, aslan Davudun nəslindən gələn o aslan. O deyir, qalib gəlib. O layiqdir, həmən o oturanın əlindən tumarı götürsün. Və Yahya arxaya baxdı, sizcə kimi gördü? Aslanı gördü. Bax, burada yazılıb ki, ağlama deyir, bax deyir. Aslan deyir, qalib gəlib. Bax deyir, mən də deyir, baxdım, kimi gördü? Aslanı gördü, görmədi. Deyir də dilimlə deyir ki, aslan. Gördüm. Əzizlərim, yazılıb ki, kəsilmiş quzunu gördü. Maraqlısı odur ki, ona deyildi ki, bax deyir, aslandır. Doğrudan da aslandır. Yəni ki, qələbə çalıb. Ölülərdən dirilib. Amma baxdım deyir, gördüm ki, deyir, yox, kəsilmiş quzudur. Orada bu rəmzi şəklində kəsilmiş quzu bilirsiniz nə deməkdir? Yəni başqa sözlə İsa Məsih şəhadət edir ki, qorxma. Mən sənin yerini tutub bir quzu kimi atanın yanına gətirilmişəm. Bir kəsilmiş quzu kimiyəm. Anladınız? Orada bir vəsatətçi kimi Rəbb Allahın, Ata Allahın qabağında, huzurunda durub. Qorxma. Və o gəlib atanın əlindən bu tumarı götürən kimi bütün bu ağsaqqallar və bu 4 məxluqlar səcdə əyib dua elədilər. Yeni bir nəğmə oxudular. Sən deyir, layiqsən deyir. Layiqsən bu tumarı gətirməyə. Niyə? Çünki sən deyir, bizi satın aldın. Dostlar, biz Rəbbi orada görərək, biz onu alqış edib, həmd edib, sevinəcək. Doğrudan da sevinəcək. Çünki görərək, biz də orada səcdə edib, qapanaraq deyəcək ki, ya Rəbb, sən elə mənə mükafat ver. Mən kiməm ki, sən bu qızıl tacı da verirsən? Mən kiməm ki, belə bir gözəl yeri mənə açmısan? Mən kiməm ki, mənim günahlarımı bağışlamısan? Mən kiməm ki, vicdanımı təmizlədin? Mən bu vicdan əzabı içində, çünki mən buna layiqəm. Mən günahkaram, mən günah işlətmişəm. Həvar Paul deyir ki, günahların betəriyəm. Mən kiməm? Həvar Paul bilirsiniz kim olub? Həmən o cəmiyyəti qovurdu. Qovurdu. Bacı qardaşları həbs edirdi. Stefanı daşqalayanda o da durub şahid idi. O da razı idi ki, onu daşqalayır. Mən deyir, kiməm? Həvari Paul onu deyirsə, mən deyir, günahkarların betəriyəm. Bəs biz burada olanlar kimik? Amma Rəbb Allah bizi sevindirir. Qorxma deyir. Bir bax ki, mən deyir, kəsilən quzuyam. Mən səni satın alanam. Buna görə də onlar hamısı Rəbbə həmd edərək, deməli, deyirlər ki, sən bizi bütün tayfadan, dildən, xalqdan, millətdən və deməli, bizi Allah üçün satın aldın. Biz artıq Allahın övladları olduq. Və orada 5-ci fəsildə deyilir ki, mən deyir, bilirsiniz maraqlısı nədir? Mən deyir, həmçinin mən göyə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oradakıları bütün varlıqların belə dediyini eşitdim. Taxta oturana və quzuya əbədi olaraq alqış, şərəf, izzət və qüdrət olsun. 4 canlı məxluq da amin deyirdi. Deməli, ağsaqqallar da yerə qapanıb səcdə edirdilər. Və deyir ki, mən burada saysız, hesabsız xilas olanları gördüm. Saysız, hesabsız o qədər iman edən olub. Siz təsəvvür edin. Bu da imanların
dua vasitəsilə. Yadınızdadır, burada yazılıb ki, əllərində nimçə var idi, qızıl nimçə var idi, həmin o ağsaqqalların əllərində və bu nimçələr dualar ilə dolu idi. Bax, bu dua vasitəsilə burada biz görürük ki, saysız, hesabsız orada xilas olunan insanlar var idi. Yəni, cəmiyyətin dövrü başa çatanda bu yer üzündə cəmiyyət götürüləcək. Ona mükafat veriləcək, qızıl taclar veriləcək yazılıb ki, və orada da Rəbb İsa Məsih xilaskarı ilə, öz xilaskarı ilə görüşəcəklər və sevinəcəklər. Böyük bir, demək olar ki, böyük bir parad olacaq, belə deyək də, böyük bir parad keçiriləcək. Sonra da dostlar 6-cı fəsildə nə deyilir? Yer üzündə nə baş verir? Gələn səfər Allah qoysa bu haqda danışacağıq.